Məşhur restoranda ciddi nöqsanlar aşkarlanıb. Bəli, Qida Təhlükəsizliyi Agentliyi Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Aqat restoranında yoxlama aparıb, ciddi nöqsanlar müəyyən edib. Hətta üzə çıxıb ki, toy sahibini aldadaraq mal əti əvəzinə insanlara camış əti veriblər. Düzdür, camış əti təhlükəli deyil, istifadə olunur, amma bu birbaşa insanların aldadılması faktıdır. Baxın, görün restoranda ümumi vəziyyət necə olub. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Aqat Şadlıq Sarayında plandan kənar yoxlama aparıb. Yoxlama zamanı bir çox nöqsanlar aşkar olunub. Məsələ ilə bağlı Şadlıq Sarayının mövqeyini öyrənmək istəsək də Şadlıq Sarayından sualımıza cavab verən tapılmadı. Adlı sanlı Şadlıq Sarayında bəhbəhlə süfrəyə təqdim edilən ətin sonradan camış əti olduğu üzə çıxdı. Aqat restoranında aldadıldıqlarını bilməyənlərə bu məlumatı akt əməkdaşları yoxlamalarına əsasən verir. Məlum olub ki, Şadlıq Sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ət müvafiq baytarlıq sənədi ilə təmin edilən camış ətidir. Bu hal qida təhlükəsizliyi baxımından risk yaratmasa da, nəticədə istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Eyni zamanda müəssisədə istehlakçılara təqdim edilən digər ətlərin baytarlıq arayışlarının və onların alqı-satqı qaymələrinin yoxlamaya təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin müəssisədə soyuq qənalıqların hazırlanması sahəsində işçi masalarının tamlığının pozulması, rəflərin koroziyaya uğraması və digər sanitar-texniki, sanitar-gigiyenik normalarının pozulması faktı aşkar edilmişdir. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Elşad Bayramoğlu, Pərviz Əliyev, Sərdar Əliskəndərli, ATV Xəbər.